Bu gün sadəcə Səudiyyə Ərəbistanı həmin yeri monopoliyasından götürdüyünə görə müsəlman dövlətlərin, ölkələrin orada söz haqqı olmadığını əsas gətirirlər. Ona görə də bunu böyük bir biznes halına gətirib və ondan da istifadə edirlər. Elhamdülillahi Rabbil alemin. Həcc bir biznesdir deyənlər indi deyəcəyimi də yaxşı dinləsinlər. Həmçinin Elşad Miri ora verdiyiniz pulu kasıba verin, tələbə oxutdurun deyir. Özünü elə göstərir ki, güya bu çox humanist, əliaçıq, səxavətli biridir. Əziz izləyicilər, gəlin görək Səudiyyə Ərəbistanı həcc və ümrədən nələr qazanır və nələr xərcləyir. وبعد تأمين الموقع تباشر هيئة الهلال الأحمر بطائرة إسعاف جوي وتقديم الاستجابة حسب المهام المناطة بهم. Amma yaxşılıq nədir anlamayan bəzi nankarlar isə həccə gedib ərəbin cibini doldurmayın deyirlər. قوموا بخدمة ضيوف الرحمن باستقبالهم عبر المنافذ البرية والبحرية. İndi isə gəlin görək Azərbaycan zəvvarları Səudiyyəyə nə qədər xeyir verir. İndi gəlin görək Səudiyyə biz Azərbaycanlılara insanlıq naminə, din qardaşlığı naminə heç bir məcburiyyət olmadan öz xoşuna nə qədər maddi, mənəvi dəstək olub və xeyir verib. Allaha şahid gətirirəm və lənət oxuyuram özümə və sevdiklərimə ki, əgər mən Səudiyyə Ərəbistanı oxuyanda orada stipendiya verilib. 2008-ci ildə bitirmişəm. Ondan bura əgər 1 manat pul, 1 manatın trilyon milyon qədərədə fərqi yoxdur, bir qəpikdən. Biz deyək ki, bu qədər istəmiş verirlər. Mən ona əlaqəm varsa, əgər mənə pul verilibsə, Allahın mənə istədiklərimə lənəti olsun, mələklərin, insanların lənəti olsun. Yox, bundan qabaq deyənlər olub, amma onlara yazılınca lənət oxumuram. Bundan sonra kimsə yenə deyəcək ki, məsələn, pul alıb, nə edib, Allahın onlara lənəti olsun, mələklərin və insanların. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətcə diplomatik əlaqələr qurmamışdır. Bismillahirrahmanirrahim. Uca Allah kainatı və orada olan canlıları çox gözəl bir biçimdə yaratdığı kimi, bizlərə əmr etdiyi və bizləri çəkindirdiyi hər bir məsələdə də bilinən və hələ də bilinməyən çox gözəl hikmətlər vardır. Uca Allah bizlərə etdiyi həmin əmrlərdən biri də fiziki və maddi imkanı olanın ömründə bir dəfə həcc etməsidir. Uca Allah buyurur: وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Gücü çatanın Kəbə evini həcc etməsi insanlara Allah tərəfindən vacib edilmişdir. Kim bunu inkar edərsə, bilsin ki, Allahın aləmlərə ehtiyacı yoxdur. Həmçinin digər ayədə Uca Allah buyurur: وَأَذِّنْ فِي النَّاسِ بِالْحَجِّ. İnsanları həccə çağır. Ölkəmizdə olan bəzi nankor, yaxşılıq qanmaz, dindən, imandan uzaq ateistlər və onlara çox yaxın olan Elşad Miri kimi savadsızlar var ki, İslam'a və onun ibadətlərinə dil uzadaraq, yaxud müsəlmanlara dil uzadaraq deyirlər ki, bugün edilən həcc İslamda yoxdur. Yaxud deyirlər ki, həccə gedib ərəbə niyə pul xərcləyirsiniz? Yunanistana, Fransaya, ora-bura və s. turist kimi gedib, xərclənən pullara göz yuman bu kəslər nədənsə ancaq Azərbaycana daim hər tərəfli dəstəkdə olan müsəlman ölkələrinə paxıllıq etməklə məşğuldurlar. Əlbəttə ki, bu kampaniyanın arxasında bəzi xəbis, qeyri-müsəlman təşkilatları dayanır. Həmçinin Elşad Miri ora verdiyiniz pulu kasıba verin, tələbə oxutdurun deyir. Özünü elə göstərir ki, güya bu çox humanist, əliaçıq, səxavətli biridir. Halbuki sənin bu gözəl sifətlərin tamamilə əksinə olduğunu mən çox yaxşı bilirəm. Bəzi adamlar var ki, etdiyi yaxşılığı o yana dursun, sənin əlindəki pulunu əlindən almasın, bəs edər. Əlbəttə ki, İslam dini zənginin malına kasıba xərcləməsi üçün vacib zəkat payı da qoyub. Həmçinin əliaçıqlığa çağırıb. Amma bu o demək deyil ki, həcc etməyəsən, həcc də et, kasıba elm öyrənməyə də kömək et. Əziz izləyicilər, gəlin görək Səudiyyə Ərəbistanı həcc və ümrədən nələr qazanır və nələr xərcləyir. Səudiyyə Ərəbistanı Krallığının rəsmi məlumatına görə 2025-ci ildə 1.673.230 nəfər həcc edib. Dostumuz Elməddinin rəsmi məlumatına görə isə 12 milyon nəfər həcc edib. Misal üçün, mən keçən dəfə dedim, həccdə belə biz olanda 12 milyon adam vardı. Əlbəttə ki, bunu zarafat üçün dedim. Çünki qeyri-rəsmi şişirdilmiş məlumatlar doğrudan da çox yayılır deyə o da eşitdiyini deyib. Səudiyyə idarəni itirməmək üçün
insanların həddindən artıq çox tıxaca məruz qalmamaları üçün müəyyən saydan artığa icazə vermir. Ən çox say isə 2012-ci ildə olub və 3.161.573 nəfər qeydə alınıb. Deməli, 2025-ci ildə həcc edənlərin 166.654 nəfəri Səudiyyə vətəndaşı və ya orada yaşayanlar, 1.506.576 nəfəri isə Səudiyyənin xaricindən gələn hacılar olub. Bu hacıların 877.841 kişi, 759.389 isə qadın olub. Həmçinin həcc mövsümündə Səudiyyə tərəfindən maaşla təmin edilən hacılara xidmət edənlərin, ordunun, polisin, təhlükəsiz qüvvələrinin, həkimlərin və s. sayı isə 420.070 nəfər olub. Hacılara xidmət ağır iş rejimində olduğu üçün onlara verilən gündəlik maaş orta hesabla $150 olarsa, 30 gün üçün 420.070 kişi 150-yə vursaq, onu da 30 günə vursaq, 1.890.315.000 eləyir. Kəbə məscidinin yalnız xidmətlərə və kommunal xərclərə görə illik xərci 1 milyarda yaxındır. 2011 və 2021-ci il arası olan genişləndirməyə isə 21 milyard dollar xərclənib. Lakin məscidin son genişləndirilməsi üçün olan xərc isə 100 milyard dollardır. Məkkə-Mədinə, Ciddə-Məkkə arası sürətli müasir qatarlara, eləcə də həccə aid yerlərdəki qatara və Ciddə aeroportuna 26 milyard dollar xərclənib. Mina və orada yanğına qarşı olan milyonları qəbul edən çadırlara, Arafata, Müzdəlifə və Cəmarata ümumilikdə isə 53 milyard dollar xərclənib. Mədinədəki Peyğəmbər məscidinə indiyə qədər 40 milyard dollar xərclənib. Bu rəqəmlərin cəmi 240 milyard dollar eləyir. Səudiyyənin hər il həcc və ümrədən qazancı isə 12-15 milyard dollardırsa, bunun 40% otellərdən, 31% daşınmadan, yəni təyyarə, avtobus, qatar və s. 29% isə qida və alınan hədiyyələrdəndir. Xərclənən 240 milyardı 12 milyarda bölər isə, deməli, Səudiyyənin xərclədiyi 240 milyardı qazanması üçün təxminən 20 il vaxt lazımdır. Hətta hər il filan qədər qazansa belə öz haqqıdır. Milyonlara xidmət göstərir, dövlət və xalq tıxaclara səbr edir və sonda əziyyətinə görə qazanc əldə edirsə, bu yalnız xain adamlara xoş gəlməyə bilər. قوات أمن الحج تتقدمه راية التوحيد لا إله إلا الله محمد رسول الله عالية خفاضة هي راية تعلو على كل راية الحق فيها وفيها السيف والأمل تمضي ونمضي كلنا من تحتها بسواعد الأبطال تمضي تحمل خاصة من كافة القطاعات الأمنية في وزارة الداخلية ورئاسة أمن الدولة ورئاسة الاستخبارات العامة يتقدمهم المنسوب والأمن العام بدراجاتهم النارية بإذن الله الحوار رجال يحملون ويوقفون حركة الجيوش يوما ذلك هذا الفصائل التي مخصصا لحمى الشعائر وعداء الإعلام الأكثر بالله عهدا جازلا وعلى الأداء وطاعة الإسلام من سيفوز بالأمن العام
المديرية العامة لحرس الحدود تقوم بخدمة ضيوف الرحمن باستقبالهم عبر المنافذ البرية والبحرية، كما تشارك في البحث والإنقاذ بمساندة الدفاع المدني ضمن خطة الطوارئ لضيوف الرحمن، ومساندة الأمن العام ضمن إدارة الحشود وتنظيم حركة المشاة في أعمال الحج. قوات الأفواج الأمنية تشارك في الخطة العامة لحفظ النظام العام لموسم الحج من خلال مساندة الأمن العام ضمن إدارة الحشود وتنظيم المشاة بمشعر منى وتقديم الدعم والإسناد وفق المهام والمسؤوليات المبلغة لهم. المديرية العامة للدفاع المدني تشارك بعناصر بشرية مؤهلة ومدربة فنيا ولياقيا وبإمكانيات آلية وتجهيزات فنية حديثة ومتطورة للتدخل والمواجهة في الحوادث والمخاطر التي تقع لا قدر الله، وتنفيذ الإجراءات الوقائية قبل وأثناء وصول الحجاج. والقوات الخاصة بأمن الطرق تباشر القوات الخاصة بأمن الطرق بالتعاون مع معترضي الموقف والسيطرة عليهم والتعامل معهم بما يقتضيه الموقف. وبعد تأمين الموقع تباشر هيئة الهلال الأحمر بطائرة إسعاف جوي وتقديم الاستجابة حسب المهام المناطة بهم. تم الإدلاء بمعلومات من الأشخاص المقبوض عليهم عن وجود فئات ينوون التخريب في موسم الحج متحصنين في مبنى بأحد الأحياء السكنية في مكة المكرمة، وتم تمرير البلاغ ل 911 وبدورها مررت البلاغ ل 990. يتم تطبيق المبنى من الخارج والشوارع المحيطة من قبل دوريات المرور والدوريات الأمنية وجمع ورصد المعلومات من قبل الدوريات الأمنية السرية. تقوم فرق الاستطلاع الجوي والمراقبة الأرضية والجوية برئاسة أمن الدولة برصد المعلومات عن موقع المبنى والذي يتحصل فيه المطلوبون أمنيا من خلال البث المباشر. يتم إعداد خطة تطبيق المبنى وخطة التحاور بحيث تتحقق من يوم المشاركة في الخطوط الأمني من وجه التنبؤ النهائية إلى موقع الهدف وتحقق العربات والمحطات المدرعة على المحورين الرئيسيين ليتم إغلاق جميع الشوارع المؤدية للمبنى وكذلك الحصر الجوي. İndi isə gəlin görək Azərbaycan zəvvarları Səudiyyəyə nə qədər xeyir verir. 2025-ci ildə 1250 azərbaycanlı həcc edib. Əgər bu həcc edənlərin hərəsindən Səudiyyə sırf $1500 qazanarsa, bu 1250 nəfəri $1500 vursaq, $1.875.000 edir. Hər il 10.000 azərbaycanlı ümrə edərsə və hərəsindən sırf $500 qazanarsa, bu 10.000-i 500-ə vuranda $5 milyon edir. Deyək ki, ümumi olaraq Azərbaycan zəvvarları öz ibadətlərini etmək üçün hər il Səudiyyəyə həcc və ümrədən $6.875.000 qazanc verir. Nəzərə alaq ki, bu məbləğ yardım məqsədi deyil. Yalnız hər kəs öz ibadətini etməsi üçün məcburi xərcləyərək verdiyi qazancdır. İndi gəlin görək Səudiyyə biz Azərbaycanlılara insanlıq naminə, din qardaşlığı naminə heç bir məcburiyyət olmadan öz xoşuna nə qədər maddi, mənəvi dəstək olub və xeyir verib. Qeyd edim ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə Səudiyyəyə oranın kralının çağırışı ilə gedərkən belə deyib. Biz bu müqəddəs torpağa qədəm qoyduğumuz andan buradakı qardaşlarımızın, dostlarımızın mehribanlığını hər dəqiqə hiss edirik. Səfərin lap başlanğıcından indiyədək dostluq, mehribanlıq və qardaşlıq şəraitində keçir. Mənim üçün və nümayəndə heyətimizin üzvləri üçün ən qiymətli cəhət ondan ibarətdir ki, biz bu ölkəyə gəlişimizin ilk günü müqəddəs Kəbəni ziyarət etdik və müsəlmanlıq borcumuzu yerinə yetirmək nəhayət bizə qismət oldu. Yoxsa oranın xüsusi müqəddəsliyi anlayışı yoxdur. Sən dua edirsən, həmin anda etdiyin dualar qəbul olacaq. Baxıram ki, Kəbənin ətrafında təvaf edirsən. 7 dəfə dövr vurdum, buna təvaf deyirlər. Vurdum, nə oldu? Müqəddəs Məkkə şəhərində olmaq, müqəddəs Kəbə daşına toxunmaq və Kəbədə namaz qılmaq bizim üçün böyük şərəfdir. Bu şərəfə nail olduğuma görə, bu niyyət və arzularıma çatdığıma görə Allah Teala'ya minnətdarlığımı bildirirəm. Taleyimə şükür edirəm və iki müqəddəs şəhərin xadiminə, əziz dostuma minnətdarlığımı bildirirəm. Daşların üzərinə qoymuş bir tikilidir, inşaatdır. Yəni buranın bir özəlliyi, xüsusiyyəti yoxdur. Sonra Zəmzəm suyu içdim. Sonra Səfa Mərvədə qaçdım. O səy deyirlər buna. Nə oldu? Biz bu ziyarətdən çox məmnunuq və bu ziyarət Səudiyyə Ərəbistanına səfərimizin
ilk gününü tamamlamışdır. Həmçinin Ulu Öndər Heydər Əliyev deyib, biz Azərbaycanlılar, Azərbaycan müsəlmanları dinimiz üçün müqəddəs olan ziyarətgahları çox böyük arzu və istəklə ziyarət edirlər. Səudiyyə Ərəbistanının məliki iki müqəddəs şəhərin xadiminin dəvəti ilə mən 1994-cü ildə bu ölkəyə rəsmi səfərə getmişdim. Biz müsəlmanlar üçün ən müqəddəs yerlər olan Məkkəni, Mədinəni, Kəbəni ziyarət etməyimi həyatımın ən xoşbəxt səhifələrindən biri hesab edirəm. Adam var, gedib Kəbəni görüb ağlayır. Kəbəni öpməyi dindarlıq olaraq görür. Bunun dindarlığı olur. Baxın əziz izləyicilər, qəlbində uca Allaha imanı olan, həqiqi müsəlman həqiqətən də Kəbəni görməsi ilə, orada uca Allaha ibadət etməsi ilə özünü çox rahat və xoşbəxt hiss edir. Bu ləzzəti dadıdığına görə yenə də ora qayıtmaq istəyir. Bu sadəcə həcc məsələsindən deyil. Təsəvvür edin, bu günlərim insanlarımız hər həftə cüməyə gedir. Bu nəyi dəyişib? Vaxtı gedir. Sonra pul gedir. İman şirinliyindən uzaq olan Elşad Miri kimilər isə ora getməyi yalnız bir turist gəzintisi adlandırır, Kəbəni isə adi bir tikinti hesab edir. 1996-cı ildə ölkəmizin ağır vəziyyətində Səudiyyə Ərəbistanının və Küveytin Xeyriyyə Cəmiyyətinin təşəbbüsü ilə Bakıda qaçqınlarımıza dəstək üçün olan konfransda Ulu Öndər Heydər Əliyev deyir, Asiya Müsəlmanları Komitəsinin Beynəlxalq İslam Nicat Təşkilatının təşəbbüsü ilə Azərbaycanda keçirilən bu konfrans Respublikamız, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Asiya Müsəlmanları Komitəsinin Beynəlxalq İslam Nicat Təşkilatının bu problemə mühüm maraq göstərməsi və xüsusən bu problemin Azərbaycanda çox kəskin vəziyyətdə olmasına qayğı göstərməsi və bununla əlaqədar xüsusi konferansın keçirilməsi yüksək təqdirə və qiymətə layiqdir. Mən xüsusi qeyd etmək istəyirəm ki, bu konferansın keçirilməsi Azərbaycan Respublikasının yaşadığı indiki ağır keçid dövründə onun həyatını gərginləşdirən bu problemlərə tanışlıq və onların həllinə yardım məhz İslam Təşkilatının birliklərinin təşəbbüsü ilə olubdur. Asiya Müsəlmanlar Komitəsi və Beynəlxalq İslam Nicat Təşkilatı bir çox müsəlman ölkələrinin nümayəndələrini də bu konfransa dəvət ediblər. Beləliklə, bu konfrans öz sosial-iqtisadi xarakteri ilə yanaşı, eyni zamanda çox böyük mənəvi xarakter daşıyır. Bu, İslam dininə, İslam prinsiplərinə uyğun olan ənənələrin həyata keçirilməsinin və davam etdirilməsinin təzahürüdür. Həmçinin Heydər Əliyev deyir, qaçqın və məcburi köçkün problemi ilə üzləşən zaman Azərbaycan Səudiyyə Ərəbistanının köməyini yaxından hiss edib. 1994-1999-cu illər ərzində Azərbaycanlı qaçqın və köçkünlərə Kral Fəhdin yardım proqramı çərçivəsində dəfələrlə ərzaq, dərman və s. ibarət humanitar yardımlar göstərilib. 1993-cü ildən Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının Nicat Təşkilatı fəaliyyət göstərir. Nicat, Bərdə rayonunda ümumi sayı 8300 nəfərlik 2 çadır şəhərciyi və Sumqayıt şəhərində 2700 nəfərlik bir düşərgəni tam təmin etməklə tibbi yardımını da həyata keçirib. 28 dekabr 2002-ci ildə Səudiyyə İnkişaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikinti layihələrini həyata keçirmək məqsədi ilə Azərbaycan hökumətinə 35,7 milyon real həcmində, yəni 10 milyon dollar kredit ayrılması barədə qərar qəbul edib. Baxın, hörmətli izləyicilər, əgər 11 min qaçqının gündəlik 3 yeməyini və dərman hesabını təxminən 25 dollara 365 günə, onu da 5 ilə vursaq, halbuki 5 ildən çox yardım göstərib, cavab 501 milyon dollardan çox edir. Hələ çadırların və yorğan döşəyin qiymətini hesablamadım. Həmçinin 11 dekabr 1997-ci ildə İslam Konferansı Təşkilatı zirvə görüşündə iştirak etmək üçün Tehranda olan Prezident Heydər Əliyev Səudiyyə Ərəbistanının şəhzadəsi Abdullah ibn Abdülaziz Əl Saud ilə görüşüb, Heydər Əliyev azərbaycanlı qaçqınlara göstərilən humanitar yardıma görə Səudiyyə Ərəbistanının rəhbərliyinə minnətdarlığını bildirib. Səudiyyə Ərəbistanının Nicat Cəmiyyəti həmçinin Azərbaycan qaçqınlarına 1999-2002-ci il arası 2.743.270 dollarlıq yardım vermişdir. Hələ Səudiyyənin digər xeyriyyə cəmiyyətləri var ki, onların bizim qaçqınlara, uşaq evlərinə və s. xərclədikləri milyonları hesablamıram. 2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığı özü Azərbaycana təmənnasız 100 milyon dollara yaxın pul vermişdi. Bu xəbəri özüm şəxsən Səudiyyə kanallarından eşitmişəm.
Səudiyyə tərəfindən verilən rəsmi xəbərə görə 2007-ci ildən 2024-cü ilə qədər Səudiyyənin Azərbaycana verdiyi təmənnasız maddi yardım 108 milyon dollara yaxındır. Saytın dediyinə görə bu pul su və ətraf mühitin sanitariyası, təhsil, nəqliyyat, təhlükəsizlik, ərzaq və kənd təsərrüfatı təhlükəsizliyi və səhiyyə üçün verilib. Baş qərargahı Səudiyyədə olan İslam Birliyi üçün Səudiyyənin təşəbbüsü ilə onun maliyyə dəstəyi ilə açılan İslam İnkişaf Bankının da ölkəmizə 1 milyard dollardan çox olan ən asan şərtlərlə borc verib. 2016-cı ildə Azərtacın verdiyi xəbərə görə deyilir, Şahin Mustafayev bildirib ki, Azərbaycan İslam İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir və bu bank indiyə qədər Azərbaycana əlverişli şərtlərlə 1 milyard dollar kredit ayırıb. Nazir Mustafayev həmçinin qeyd edib ki, özəl sektorun inkişafı üzrə İslam Korporasiyası da Azərbaycanda 14 layihənin həyata keçirilməsi üçün 130 milyon dollar ayırıb. Səudiyyə Ərəbistan Krallığı həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını da qəti şəkildə bəyan edib. Yalnız 2025-ci ildə 9 ay ərzində Səudiyyədən Azərbaycana fiziki şəxslər tərəfindən 20 milyon dollara yaxın pul köçürülüb. Bugün sadəcə Səudiyyə Ərəbistanı həmin yeri monopoliyasından götürdüyünə görə müsəlman dövlətlərin, ölkələrin orada söz haqqı olmadığını əsas gətirirlər. Ona görə də bunu böyük bir biznes halına gətirib və ondan da istifadə edirlər. Sabahlarım adamların deyir ki, neftə olmasa da bundan məharətlə istifadə etmələri mümkündür və indi də edirlər. Həcc bir biznesdir deyənlər indi deyəcəyimi də yaxşı dinləsinlər. Səudiyyə Ərəbistanında əsas ziyarətgahlar Məkkədəki Kəbə məscidi, Mədinədəki Peyğəmbər məscidi, Quba məscidi və Bəqi qəbirstanlığıdır. Bu ziyarətgahların heç birində bir dənə də olsun nəzir qutusu yoxdur. Məlumdur ki, Səudiyyə Ərəbistanında Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləm qəbri ilə yanaşı mübarək Əhl-i Beyt imamlarından olan İmam Həsən, İmam Zeynəlabidin, İmam Məhəmməd Baqir, İmam Cəfər Sadiqin İslamın yayılmasında birbaşa rolu olan böyük xəlifə və səhabələrin qəbirləri vardır. Səudiyyə Ərəbistanı din adı ilə pul qazanmaq istəsəydi, bu 4-5 ziyarətgahı artırıb 100-dən çox ziyarətgahlar düzəldər və hər birinə də nəzir qutuları qoya bilərdi. Halbuki bəzi ölkələr vardır, bir bəhanə axtarır ki, kimsə ziyarətgaha aid hansısa yuxu görsün və gedib orada ziyarətgah tikib nəzir qutuları, daha doğrusu dırnaqarası dini neft quyuları tiksinlər. Ağıllı insan ona edilən yaxşılığı heç vaxt unutmamalı, imkan olarsa o yaxşılığın əvəzini qaytarmalıdır. Bacarmırsa ən azından o yaxşılıq edənə çoxlu dualar etməlidir. Bunu bizə həyatımızın hər sahəsində ulu öndərimiz olan, bizi cənnətə aparan, yolu göstərən Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm öyrətmişdir. Hələ bəzi fitnəkar, qədir bilməz nankorlar, anti-Türkiyə və ya anti-Türklər çıxıb deyirlər ki, Türkiyə bizə Qarabağda nə kömək etdi ki? Bu da başqa bir mövzudur. Deməli, Azərbaycan zəvvarlarının hər il Səudiyyəyə məcburi olaraq verdiyi xeyir 3 milyon dollardırsa, Səudiyyənin Azərbaycana öz xoşuna qardaşlıq naminə verdiyi maddi yardım isə 737 milyon 307 min 704 dollar edir. Hələ bizə faizsiz verilən 1 milyard dolları, ölkəmizə yatırılan 4 milyard dollarlıq investisiyanı demirəm. Yalnız Səudiyyədən Azərbaycana bu günə qədər 650 min turist gəlib. Bir turist ölkəmizə ən azı 500 dollar qazanc verərsə, bu 650 mini 500 dollara vursaq, 325 milyon dollar deməkdir. Səudiyyənin Azərbaycana etdiyi yatırım və turist xeyrini saymamaq şərti ilə təmənnasız etdiyi dəstəyin əvəzini özümüz üçün etdiyimiz həcc və ümrə ilə qaytarmamız üçün 107 il həcc və ümrə etməliyik. Səudiyyənin Azərbaycana göndərdiyi yardımlar bu gün də dayanmır. Elm və təhsilə olan maddi yardım, həcdə qurban kəsilən minlərlə qoyunun əti, tonlarla xurma və s. hələ də göndərilməkdədir. Qeyd etdiyim yalnız Körfəz ölkələri arasında olan Səudiyyə Ərəbistanı Krallığına aid idi. 1-ci Qarabağ müharibəsindən bu günə qədər Küveyt, Qətər, Birləşmiş Ərəb Əmirlikləri həm siyasi dəstəklə, həm təmənnasız maddi dəstəklə, həm də investisiya yatırımı ilə milyardlarla pul xərcləmişdir. Bu ölkələr bizim 10 minlərlə qaçqınımıza, onlarla uşaq evinə 100 milyonlarla yardım ediblər. Hətta su quyuları da qazmışdırlar. Hələ digər ciddi yardımlar var ki,
elan olunmayıb deyə mən də demək istəmirəm. Müsəlman ərəb ölkələrindən Azərbaycana qarşı atılan bütün bu maddi və siyasi dəstəyə görə ölkə rəhbərimiz də bütün bu gözəl addımlara qarşı müsəlman ərəb aləmində olan bəzi çəkişmələrdə öz ədalətli mövqeyini ortaya qoyur və kasıb ərəb والاحترام ölkələrinə وتعاطف صادق مع شعب سوريا və وختاما deyir ki, ابتغي Saudiyənin ان bizə اتمنى etkilərini لشعب Azərbaycan سوريا xalqı yüksək qiymətləndirir. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətcə diplomatik əlaqələr qurmamışdır. Və bu Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəyidir və qardaşlığın əlaməti idi. Və Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Amma yaxşılıq nədir anlamayan bəzi nankarlar isə həccə gedib ərəbin cibini doldurmayın deyirlər. Saudiyyə bizə və bizim də ölkəmiz Saudiyyəyə qardaş ölkə deyir. Bir neçə ay öncə rəsmi nahar yeməklərindən birində oturarkən qlobal məsələlərin müzakirəsi baxımından önəmini qeyd edib. O həmçinin Milli Məclis sədrini Ərəb Saudiyənin parlamentinin spikeri Şeyx Abdullah ibn Məhəmməd ibn İbrahim Əli Şeyx mənə həmişə bacım deyə müraciət edir. Elhamdülillahi Rabbil alemin. الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين. Yəqin ki, qeyd etdiklərim ağıl sahibləri üçün kifayət edər. Hər birimiz bilməliyik ki, ən gözəl qardaşlıq və bağlılıq İslam qardaşlığı və bağlılığıdır. Hansı ki, gözəl dinimiz təmənna güdmədən digərinə yardıma çağırır. Uca Allah buyurur: وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى وَلَا تَعَاوَنُوا عَلَى الْإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ. Yaxşılıq və təqva üzərində yardımlaşın. Günah və düşmənçilik üzərində isə yardımlaşmayın. Allahdan qorxun. Həqiqətən Allahın cəzası şiddətlidir. Hələlik bu qədər. Uca Allaha əmanət qalın.